Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə toyuqlara çörək vermək olarmı? Çünki bir neçə abunətim bu haqda yazır ki, çox çörək vermək olarmı toyuqlara, həmçinin çolpalla, cücələrə? O haqda danışıb məlumat vermək istərdim. Əziz izləyicilər, onu qeyd edim ki, toyuqlara, cücələrə çörək vermək olar, ancaq çox vermək olmaz. Yəni necə? Misal üçün bəzi insanlar çörək alırlar, yəni o köhnəlmiş çörəkləri 20 qəpikdən 30 qəpikdən belə alırlar, yığırlar və istəyirlər ki, isladı belə toyuqların qabağına gündə çörək tökələr. Bu təbii ki, toyuqlar üçün, cücələr üçün, həmçinin digər elə hündüşka zat üçün ziyandır. Necə ziyandır? Yəni gündə vermək onları qarın ağrısına salır. Ona görə siz onları yemlə qatıb verə bilərsiniz. Düzdür, çox adam kəpəklə də qatır, ancaq kəpəkdən də əlavə buğda yarması, qarğadalı yarması zat belə qatır. Misal üçün çörəyi isladırsınızsa, bir qab qarğadalı yarması, bir qab belə deyərdim, buğda yarması, bir-iki qab da kəpək zat qatıb belə qarışım eləyib onlara elə verə bilərsiniz də. Yoxsa ki, gündə elə, o da ki, ara verərək. Məsələn, bir gün, 2 gün verdiniz, 3-cü günü çalışın, buğda verin. Çünki onlara həm də bərk yeməklər lazımdır. Xüsusən də, məsəl üçün, qışda çox elə qarışımlar verməyin. Çörəkdir, isladıb vermək, nə bilim, o buğdayla, arpayla, kəpəklə qarışdırıb da yarmasıyla vermək ziyan olur. Çünki damda girirlər, batırırlar, eləyirlər, nədizlər də bütün solur, dam nəmişlik olur. Ona görə isti aylarda onu vermək məsləhətdir. Qışda da ki, həftədə bir dəfə, 2 dəfə belə verə bilərsiniz. Ancaq qışda, o da səhərlər, qışda axşam yatar qarına çalışın, verin, buğda. Ki o həm yatar qarnı o xeyirdir ki, onu yeyirlər və tara çıxırlar, yatırlar, onu sinirirlər. Səhərə kimi o elə bil ki, gec sinirilir də. O toyuqlar üçün həm yaxşıdır, ancaq bu yem isə qarışım çörəklə zatla olan tez gedir deyə həm toyuqlar tez acır, immunitetləri zat da tez belə deyərdim zəifləyir. Yəni o yem tez həll olunur. Ona görə o yemi belə arada qış aylarında, soyuq aylarda həftədə 2 dəfə, 3 dəfə verməyiniz məsləhətdir. Yəni bu gün onu verdinizsə, sabahsı günü buğda verin. O biri günü verin, yenə ondan verin. Yəni gün aşırı belə verə bilərsiniz. Ancaq gündə qış aylarında yox. Yay aylarında təbii ki, verə bilərsiniz. O da ki, sırf çörək yox. Yəni çörəyi məsələn bir gün statdınız, verdiniz, sabahsı günü o qarışımla buğda, arpa, qarğadalı yarmasını qarışdırırsınız, kəpək zat, onunla elə çörək verirsiniz. Və yay aylarında da onu qeyd edim ki, çoxlu çörək verəndə toyuqlar başlayır kürt yatmağa. Yəni o çörəyi belə deyək də yemin qarşısını almaq üçün bəli istifadə edib verə bilərsiniz. Bir dəfə eləcə verdiniz, ikinci günü misal üçün qarışımla verə bilərsiniz, 3-cü günü buğda tökə bilərsiniz. Bu da belə deyim qış aylarında. Ancaq yay aylarında çalışıb verməlisiniz də, onu verə bilərsiniz çoxlu, yəni gündə də. O da qarışımla, sırf çörək yox. Çünki sırf çörək verdiniz, isladıb. O toyuğun, cücənin, hündüşkanın qarnını ağrıdacaqdır. Bütün bağırsaqlarını zadı pozacaqdır və toyuqların əyiği gedəcəkdir. Yəni nədizləri soğulacaqdır, gedəcəkdir. Ona görə o qarışımları, çörəyi sırf vermisiniz. Qarışımdan verirsiniz, o da yay aylarında çox verə bilərsiniz. Çox deyəndə, yəni gündə verə bilərsiniz. Qış aylarına dönəndə isə elə qarışımlar ümumiyyətlə az versəz daha yaxşıdır. Yəni çörək eləcə vermək çox da elə xeyirli deyil. Yəni çörək isladırsınız buğdayla, arpayla, qarğadalı ilə, yarması ilə qatsınız.
İçinə təbii ki, kəpək də tökə bilərsiniz ki, biraz artımlı olsun və misal üçün bu gün verdiniz, bu gün də səhər-səhər verirsiniz, axşam isə buğda verməlisiniz ki, buğda biraz qarğadalı da yatar qarnına xeyirdir, həm biraz toyuğu kökəldir. Necə kökəldir? Yəni bir həftə də o qış aylarında onlara vitamin, güclü yemlər lazımdır. Bu haqqda mən kanalımda danışmışam. Qış aylarında hansı yemləri vermək lazımdır. Girib orada da baxa bilərsiniz bundan öncəki videomda. Həmçinin də o yemdən yəni gün aşırı bir gün verdi, sabahsı günü yenə buğda yarma səhər axşam verin. Buğdanın daha doğrusu özünü qış aylarında. Çünki qış aylarında qarışıq yemlər vermək toyuq belə deyim də su zad içəcəkdir və nəcisi sulu kimi olacaqdır. Bu da damı batıracaqdır. Dam da nəmiş eşək olacaqdır da. Yəni əgər onun havalanması yaxşı zad deyilsə, dam bütünlüyü çox adamlar bilir də saxlayana girəndə dama dam sanki elə bir ki yağış yağırdı, patlaq olur. Bax bu o qarışımın verməyindəndir. Yəni o çörək zad olduğundan içində elə olur. Ona görə çalışın bu qış aylarında elə yemlər çox verməyin. Çörəyi də isə sırf, yəni belə düşünməyin ki, elə islatlıq verdik, olacaqdır. Yox. Çörəyi isə əziz izləyicilər yemlə qatın verin. Bir dəfə zad belə yayda zadda verə bilərsiniz, həftə bir dəfə zad bu heç. Ancaq ki gündə çörək vermək qəti qadağandır. Çünki toyuğun, hündüşkanın, cücənin, beçənin, fərənin, çolpanın hamısının qarnını ağrıdacaqdır və belə deyərdim, ayaqları su gedəcəkdir və başlayacaqdır təbii ki, xəstələnib ölməyə. Ona görə çalışın həftədə bir dəfə zad belə qış aylarında çörəyi eləcə verin və gün aşırı zadda belə qarışım. Amma yay aylarında təbii ki, gündə olar onu verməkdə. Yəni yay aylarında gündə qarışım, o da çörəyi yox, sırf çörəyi yox, qarışım edib vermək olar. Ancaq yay aylarında sırf verirsiniz. Yay aylarında sırf verirsiniz, qış aylarında isə qarışımla eləyib verirsiniz də. Yəni qarışım da verirsiniz, buğda yarması da belə verirsiniz. Bax belə əziz izləyicilər, bu gün də istədim bir balaca bu haqqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Artıq dərəcədə sizdən xahiş edərdim. İstəyim budur. Sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılam. Belə, yenə də sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılam. Sağ olun əziz izləyicilər.